Salam cənab prezident. Mən Turan Tural Mətləboğlu. 1989-cu ildə Şəmkir rayonunun Ağlabaşlı kəndində anadan olmuşam. Ali təhsilli işsizəm. Torpaq sahəm var. Əkib becərmək istəyirəm. Ancaq 3 ilə yaxındır ki, Şəmkirdəki su kanal idarəsinin əməkdaşları mənə su vermirlər. Dəfələrlə müraciət eləmişik aidiyyatı qurumlara, sosial şəbəkələr vasitəsilə sizə və dövlətimizin bu məsələ ilə bağlı məşğul olan qurumlarına müraciət ünvanlamışıq, ancaq baxılmayıb. Sonuncu dəfə sizə müraciət eləmək istəyirəm, cənab prezident. Biz əkin sahəmizi, yonca sahəmizi suvarmaq üçün bizə su verin. Bu 3 ildə cəmi bircə dəfə bizim torpaq sahəmiz suvarılıb, bircə dəfə biçilib 3 il ərzində, amma buna baxmayaraq dəfələrlə bələdiyyə sədrinin qardaşları, iri torpaq sahələri olan şəxslərin əkin sahələri dəfələrlə sulanıb, su onların sahələrində göl olduğu halda bizim torpağımız yanıb, quruyub. Bu qədər məmur özbaşınalığı olmaz, bu qədər şikayətə baxılmazlıq, vətəndaşı saymazlıq olmaz. Cənab prezident, Müzəffər ölkənin Ali Baş Komandanı, sonuncu dəfə sizə müraciət edirəm, son ümid yeri kimi. Əgər qarşıdakı 3 gün ərzində bizim torpaq sahəmizə su verilməsə, o zaman mən də digərləri kimi Ermənistanın baş nazirindən, Paşinyandan vətəndaşlıq istəyəcəm. 50.000 şəhidimizin ruhundan üzr istəyərək Ermənistana sığınmaq üçün Paşinyana müraciət ünvanlayacağım da. Bu qədər olmaz. Bezmişik, cana doymuşuq. Əgər qanun varsa, konstitusiya varsa, bəs bu kasıblar üçün niyə işləmir? Niyə bir cərimə dərhal yazılır, ancaq bir şikayətə dərhal baxılmır? Yəni, çalışıram özümü redaktə edeyim, çox əsəbiyəm həqiqətən bu dəqiqədə. Suyu verirlər, təsəvvür eləyin, bir neçə saatlıq. Yerin baş hissəsi sulanır, gəlib şəkilini çəkirlər ki, əlimizdə fakt var, yeriniz artıq sulanmış sayılır. Bu da yerin 7-də 1-i, 8-də 1-i deməkdir. Allah ümidinə qalıb. Yağış yağarsa yerimiz sulanacaq, yağmasa yox. Niyə hər kəs o torpaqdan pul götürə bilir, qazanc götürə bilir, biz götürə bilmirik? Onsuz da yonca sahəsidir. Yəni may ayından avqust ayına qədər möhlət verir Allah bizə ki, oradan əkin, biçin, işləmirsiniz, eləmirsiniz, dövlət qayğısı da yoxdur. Heç olmasa çörək pulunuzu qazanın. Bəs onu qazanmağa heç olmasa bizə imkan yaradın. Sağ olun, 3 il gözləmişik, bundan sonra da 3 gün gözləyərik. Ümid edirəm ki, ölkə başçısı bu məsələyə baxacaq. Əziz dostlar, bu video kimin qarşısına çıxarsa, bəyənin, paylaşın. Daha çox auditoriyanın qarşısına çıxması üçün əlinizdən gələni eləyin ki, şikayətimiz eşidilsin. Sağ olun, salamat qalın.